Ekler çox tez hazırlanan və çox asan bir şirniyyat olsa da, təəssüflər olsun ki, hər kəsdə yaxşı alınmır. Bu reseptlə hazırlasanız, eklerlərin alınmama şansı yoxdur. Qazana 1 stəkan su və kərə yağı əlavə edib əridirik. Ərzaqların dəqiq miqdarını postun altında sizin üçün qeyd edəcəm. Daha sonra şəkər tozu və vanil də əlavə edib qarışdırırıq. Sonda un da əlavə edib 5-6 dəqiqə bişirdikdən sonra qazın üzərindən götürürük. Hazırladığımız xəmiri başqa bir qaba əlavə edib soyduruq. Daha sonra 4 ədəd yumurtanı bir-bir əlavə edib mikser ilə qarışdırırıq. Xəmiri sıxma torbasına əlavə edib yağlı kağızın üzərində forma veririk. Bu prosesi siz qaşıqla da edə bilərsiniz. 180 dərəcəli sobada 20-25 dəqiqə sobanın ağzını açmadan bişiririk. Kremi üçün qazana süd, şəkər tozu, yumurta və nişasta və vanil əlavə edib qarışdırırıq. Qazın üzərində az xodda qatlaşana qədər bişiririk. Soyuması üçün bir qaba əlavə edib üzərini streç krokla bağlayıb 1 saat tam soyuduruq. Tam soyuduqdan sonra kremin daha dadlı və ləzzətli olması üçün Ankorun cheese kremlərindən istifadə etdim. Bir neçə qaşıq əlavə edib qarışdırdım və krem hazırdır. Çox ləzzətli və yüngül krem alınır. Eklerlərin içini kremlə doldurub üzərində istəyə görə bəzəyə bilərsiniz.